Hamıya salam millət, mən Murad. Bu günlərim sizlərlə bərabər Minecraftda davam edirəm. Kanalıma abunə olub, like atmağı unutmayın. Sizin dəstəkləriniz mənim üçün çox önəmlidir. Elə gün də batır, yavaş-yavaş axşam olur. Keçən bölümlərim nə eləmişdik? Creeper bizi havaya uçurtmuşdu. Buranı sizdən necə eləyim? Yəni bura hansı bloku işlədim? Siz də buradayı blokdan işlədim, yoxsa yum, yoxsa daş, qırıq daş qoyum? Seçin özünüz, şeylərdə yazın. Nəsə bir oyun istəsəz də şeylərdə mütləq mənlə bildirin, fikirlərinizi bölüşün. Yəni söz tapmadım da yəni deməyə. Yataq, sonra duraq, səhər açılsın. Səhər açıldı. İndi nə edirik? Qəşəngcə özümə bir sual verdim. Evimizi bugün tamamlamağa çalışacağıq. Yenə danışa bilmirəm. Tamamlamaya. At da belə getdi. 75 abunədə hədəfim. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Abunə olanlar, abunə olmayanlarımızdan sağ olsun. Heç kimin yan xəttinə dəymək lazım deyil. Yəni 75 abunə olsam bombalar, çoxdandır da kanala videolar gəlmirdi. Biraz nəsə problemlərim var idi, daha demirəm. Məni tanıyanlar hər hala bilir. Keçən bölümdə demişdim bunu. Oyun bu günlərim 5-ə yaxın 40 göstərir. Dünən 35 idi stabil videomda. Bu günlərimdə stabil 40 verir. Əlim envanterə dəydi. Bu bölümdə qəşəngdən mədənə gedək, mədəndə kasılaq. Boş-boşuna burada avaralanmayaq. Mən də burada ağaçlardan biraz qırmışam. Yönümüzü tapmaqdan ötürü buna ehtiyacım var. Burada crafting table da düzəldək. 62 dəndir. Bir dənə qəşəng mağara tapım. Gəlirəm. Gəldim dostlar. Burada bir dənə mağara girişi tapdım. Amma hələ meşaləm yoxdur deyə bu mağara girişindən istifadə edə bilməyəcəm. Boş-boşuna gəldim, bilirəm. Burada da bir mağara girişi var. Bombadır bura. Bir dənə tapdıq. Hələlik indi evə gedək. Hətta 3 dənə tapdıq. Burada bir mağara girişi daha var. İndi evimizin yolu hansı tərəfdədir? Qəşəng bir sal və qəşəng də bir cavab tapdım. Evim buradadır. Yəni sal verməyin ki, niyə görə burada bu ağaçlar falan filan şeyə görə də hamısı. Yolu itirməyəm deyədik. Kömür düzəltməliyəm təcili bir şəkildə. Orada bir ağac gördüm. Bunu tez bir dənə kırım. Tullanarım üstünə bomba. Şimdi bunu bir dənə tez kırım, ehtiyacım var ağaçlara. Nə qədər çox kömür, o qədər yaxşıdır mənim üçün. Əgər elmas almaq istəyirsinizsə Free Fire'da və yaxud Roblox vurmaq istəyirsinizsə, PUBG-yə UC vurmaq istəyirsinizsə, kanalımda var videosu. Hər halda indi bu videonun aralığına qoyaram, baxarsınız. Sizə Murad Shopu məsləhət görürəm. WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Öz nömrənizi yazırsınız şərhlərə və əlaqə saxlanacaq sizlərlə. Uşaqlar, əgər Free Fire elmas vurmaq istəyirsinizsə, ən güvənli yerdəsiniz. Murad Shopda elmaslarınızı rahat, güvənli şəkildə vuracaqsınız tək ID ilə. Konturla da ödənişlər mümkündür. Gələcək bölümdə Instagram hesabımı açıqlamalara yazacağam. Oradan girib əlaqə saxlaya bilərsiniz mənlə. Videoya da qaldığınız yerdən baxmağa davam edin. Əgər istəsəz əlaqə saxlayarsınız. Nəsə reklamı danışa bilsəm. Reklamımı da elədim. Bomba kimi hər halda işləri böyüdürəm yavaş-yavaş. Bu ağaçların hamısı mənə lazımdır. Siz də fərqli oyunlar istəsəniz, Free Fire olsun, nə bilim başqa oyunlar olsun, istəsəniz şərhlərdə sadəcə bildirin. Bir dənə dostlar, internetdə oyunları çox çəkə bilməyəcəm. Biraz texniki nasazlıq var. Texnikinə də danışa. Nə texniki niyə qoşdum buralığa?
Biraz dostlar, nətər demək istəyirəm, belə şərait yoxdur da internetdə oyun oynamaq hələlik. Ətimizi yedik. Əla. Kömür var. Bu kömürü istifadə edəcəm. Danışmaq qabiliyyət getdi. Danışmaq 10 üzərindən 0. Bir dənə dəmir. Bu nə gedir? Odun kömürü. Hə, heç nə. Bu kömürlər onunla ərisin. Orada daş kömürdür. Büyük orman ağacı kalasları. Kalas gelir da. Hə, kalası. Bir dənə alma. Heç nə olmaz. Bombasan almam. Bəli, kanalıma abunə olub like atmağı unutmayın. Sizin dəstəkləriniz mənim üçün çox önəmlidir. Mən də biraz meşalə düzəldim. Sizin də ürəyə sıxılmasın gəlirəm. Geri gəldim. Paşta 2 stek meşaləmiz var. Əlim envanterə deyil Allah. Özür dilərim. 2 stek yaxlaşıq şeyimiz var. Meşaləmiz var. İnanırsınız dostlar, bəlkə də 25 dəqiqədə falan, 20 dəqiqədə burada envanter düzəni deyil, nə bilim meşalələr falan filan. Gün batır, sabah gedəyim da. İndi getməyək. Oyunun sabahı günü gedək. Bir dənə chest plate'imiz var. Gedək bir dənə də özümüzə kaska düzəldək. Kaskaya ehtiyac var. Evimiz olur, 40-dan nə qəşəng durur. Mən əvvəl ev tikməyi bacarmırdım. İndi ilə biraz öyrəşmişəm. Heç bunu da tamamlaya bilirik ki. Tez olsam həll edə bilərəm. Bir dənə sürət kəsin şey. Nə sadəcə gecələri uyuya bilirsin. Gecə deyəcək. Ay, gecə oldu. Yat, yat. Yat. Bu nə də ola 5 saat yazır. Kanalıma abunə olub like atmağı unutmayın. Sizin dəstəkləriniz mənim üçün çox önəmlidir. Hədəfim 75 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Bu niye belə havadadır? Baxın, indi gəldiyim yeri tapa bilməyəcəm. Hava oldu, tapdım. Allah'ım Əhməd, ya əleyh getdik. Oy da bu nə səsdir la? Yenə Minecraft'ın mistik səsləri. Abi o səs heç burada dəymir. Bu nədir la? Koyduğum meşalelərə lazım gəlir. Dəmir. İlk dəmirimiz. İlk də yerə saxılmağımız. Uşaqlar, Creeper bizə salam verdi bəyək. Ona görə videonu saxladım. Aldım dəmirləri. Qəşəng dəmirlər gəldi. Dəmirlər gəldi. Mən də mağaranı araşdırım deyəcəydim. Dəmir tapdım yenə. Sıra nədir? Qəşəng. Hələ ki əlimizdə 11 dənə var. Gələ arxası da var dəmirin. Oy, bir dənə də. Bir dənə də var. Dəmir set üçün əla da la. Bu nə qədər dəmir var. Yenə dəmir var. Nəsə burada yəqin bir bug oldu. Oya bir dənə də çıxdı. Yo, nə qədər dəmir var. Allah, danışa bilmədim. Bu qədər dəmir bir arada görməmişəm mən. Biraz telefon ışığını artırım, gəlirəm. Gəldim. Telefonumuzun ışığını artırdıq. Kömür var. Kömürləri alaram. Endirmən. Uşaqlar, yadınızda saxlayın. Mağaraya girirsinizsə bu iki şey həmişə başardığınız qədər götürün. Kömür, dəmir. 1-0 təsəvvür edin ki, sizi oyunda qabağa atırdı kömürlə dəmir.
Ayağıma dəmir aldı ha. Heç nə görmürəm. Dəmir. Aş gözəm mən əməlli başdı. Yenə dəmir. Yenə dəmir. Baxım görüm nə qədər mənim daşım var. 30 dənə daşım var. Biraz daş əslində kasa bilərəm. Biraz daş kasım ehtiyac var çünki. Ne oldu yine oyuna? 30 FPS'e düştü. Şey aldık buradan demirlerimizi gedək. Burada üzü yuxarıyadır. Dəmirlərimizi aldıq. Xoşbəxtliyimiz 10 üzərindən 9 irəliləyir. Dünya varmış. Deməyimiz gördünüz ola. Buradan mən nə tər girmişdim, nə tər çıxsam. Gəldiyim yoldan qaçdım, oydalar. Yəni rahatçılığa bax, bomba. Burada düşmüşdüm, elə əlimiz gəlmişkən burada bir dənə salam verək, dəmir tapdım. Sağ olsun Minecraft, bizə əlboş qaytarmır. Millət, elə burada da 2 dəqiqəlik videonu dayandırıram. Murat Shop haqqında bilgilərin ikinci səfər, yəni bayaq bax izləməyənlər indi izləsin. Nəsə də yəni Murat Shop haqqında bilgilərin gəlirəm. Uşaqlar, Murat Shop'da elmaslarınızı güvənli şəkildə vuracaqsınız. Tək ID ilə Instagram hesabımızla əlaqə saxlayarsınız. Bu da hər halda bir aya falan çəkəcəkdir. Hələ Murat Shop tam hazır deyil. İndidən yəni sizə söz verə bilmərəm. Sadəcə olaraq indi yəni özüm də həvəsə gəlmişəm, bilgiləndirməni eləyirəm. Elmas qiymətlərimiz də gördüyünüz kimi bunlardır. Maraqlansanız Instagram hesabımıza yazarsınız. Və geri gəldim. İstərsəniz elmaslarınızı buradan güvənli və rahat şəkildə vura bilərsiniz. Ya WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz, ya da ki Instagramdan əlaqə saxlaya bilərsiniz. Amma hələ yəni Instagram hesabımız hələ hazır deyil. Instagram hesabında gələcək bölümdə linkini açıqlamalara qoyaram, baxarsınız. Ürəyiniz istəsə yəni vura bilərsiniz. Heç kim bunu məcbur eləmirəm. Yəni ürəyiniz nə tər istəyirsə elə eləyə bilərsiniz. Dəmir yoxdur. Yəni mən də üstünə çox qoymuram ki onu. 10 qəpik, 20 qəpik, belə də. Məsələn, mini həftəliyin üstünə, yəni Free Fire oynayanlar bilir, pul qoymuram. Hamı yəni bilir ki, mini həftəliyin yetisiyyədir 80 qəpiyyədir. 80 qəpik karta vura bilən vurur, vura bilməyəndə yəni başqa bir üsul da var, onu bilirsiniz yəqin ki. Bəli, terminalla ödəyir. Terminalla ödəyəndə də terminaldan qəpik keçmir. Ona görə 1 manat vurur. Yəni orada 20 qəpik isə heç nə qalmır. Kartla oynanış olanda qalır. M10'la da hər halda. Nəsə dostlar, videonu burada bitirirəm. Sağ olun, salamat qalın. Ən əsası Murat Oyun Krallığı YouTube kanalıyla qalın. Burada dəmirlərimiz də pişirək. Amma qafiyəni görürsünüz, sağ olun, salamat qalın. Ən əsası Murat Oyun Krallığı YouTube kanalıyla qalın. Yəni nəsə istəsəniz mütləq şərhlərdə bildirin. İstəyir elmaslı, Robux, nə olursa olsun güvənli şəkildə yəni sifarişləriniz
1-5 dəqiqə içərisində çatdırılır. Əgər sifariş vurulsa, çatdırılmasa, yəni 1 saat, 2 saat içərisində gördünüz ki, gəlmədisə, pulunuz sizin geri qaytarılacaqdır. Sağ olun, salamat qalın. Əlin sağ Murad Oyun Krallığı YouTube kanalı ilə qalın. Görüşərik.